İdrak liseyində 2024-2025-ci tədris ili üzrə təhsil alan 11-ci sinif şagirdləri məzun adını qazanaraq yeni həyat mərhələsinə qədəm qoyublar. Bu münasibətlə liseydə təşkil olunan təntənəli məzun günü tədbirində lisey rəhbərliyi, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin rəsmiləri, qonaqlar, pedaqoji kollektiv və şagirdlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəli sükutla yad olunub. Liseyin təsisçisi, professor, pedaqoji elmlər doktoru Mönsüm Alışov çıxış edərək məzunları və onların müəllimlərini təbrik edib. O, İdrak liseyinin təhsil sistemində seçilən bir nümunə olduğunu vurğulayıb. İdrak liseyinin əsas məqsədi ali təhsil həyatına daha hazırlıqlı şagird tələbələr yetişdirməkdir. Mərasimdə çıxış edən digər qonaqlar da məzunlara uğurlar arzulayıb, onlara gələcək həyatlarında müvəffəqiyyət diləyiblər. Bir neçə müəllimə pedaqoji fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub. Tədbirdə məzun şagirdlər öz çıxışları ilə İdrak ailəsinə minnətdarlıqlarını qeyd ediblər. Şagirdlər tərəfindən fərqli janrlarda musiqi nömrələri ifa olunub, rəngarəng və əyləncəli rəqs kompozisiyaları nümayiş etdirilib. Tədbir şagirdlərin və müəllimlərin birgə sevinç və qürur hissi ilə başa çatıb. Qeyd edək ki, İdrak liseyi Respublikamızda yüksək təhsil göstəriciləri, müasir tədris metodları və fərdi yanaşmaya əsaslanan təlim sistemi ilə seçilir. Liseyin yetirmələri hər il ali məktəblərə yüksək nəticələrlə qəbul olunur və ölkənin gələcək intellektual potensialının formalaşmasında mühüm rol oynayır. Onu da qeyd edək ki, martın 9-da ölkə üzrə keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə olan 300 balı toplayan şagirdlər arasında İdrak liseyinin 11-ci sinif şagirdi Zəhra Cavadova da yer alıb. Zəhra Cavadova bu nəticə ilə təkcə özünün deyil, uzun illərdir təhsil aldığı İdrak liseyini də uğurla təmsil edib. Bu nəticə həm də özəl məktəblər arasında bir ilkdir. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.